Bugünkü videomda Qaynana filmində canlandırdığı Sevda obrazı kimi xalqın sevilməsinə çevrilən Azərbaycanın əməkdar artisti Tanelya xanım Əhmərovadan söhbət açacağam. Milliyyətcə Tatar olan Tanelya Əhmərova 1950-ci il iyunun 1-də Bakının Sabunçu qəsəbəsində anadan olub. 78 nömrəli məktəbdəki teatr dərnəyinə göstərdiyi maraq sonradan onu aktrisalığa aparıb. 1972-ci ildə Mirzağa Əliyev adına Dövlət Teatr İnstitutuna qəbul olunub. Tələbə olduğu müddətdə aktrisa həm də işləyib. Aktrisa 1977-ci ildə Mirzağa Əliyev adına Dövlət Teatr İnstitutunu bitirib, daha sonra Cəfər Cabbarlı adına Azərbaycan Film Kinostudiyasının aktrisası olub. Azərbaycan kinosunda 15-ə yaxın ekran əsərində müxtəlif obrazlar yaratmışdır. Tanelya Əhmərovanı çoxları Qaynana filmindəki Sevda kimi tanıyır. Tanelya Əhmərova 2 dəfə ailə həyatı qurub. İlk evliliyindən bir qızı dünyaya gəlib. Aktrisa ikinci dəfə 1997-ci ildə Vahid adlı şəxsə ərə gedir, amma bu nikahdan onun övladı olmayıb. 2014-cü ildə 147 manat pensiya aldığını deyən aktrisa bu pulun nə dərmanına, nə də yeməyinə, nə də digər ehtiyaclarının ödənməsinə bəs etmədiyini bildirmişdir. 4 il yataq xəstəsi olan aktrisanın qızı ilə də münasibətləri pozulunmuş. Ona baxan, əziyyətini çəkən yalnız həmişə yanında olan həyat yoldaşı Vahid bəy olub. Tanelya Əhmərova 1979-cu ildə Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanına layiq görülüb. Daha sonra Azərbaycanın əməkdar artisti adı ilə də təltif olunub. Tanelya Əhmərovanın Azərbaycan kinosunda da bir-birindən maraqlı obrazları var. Tanelya Əhmərovanın kinoda ilk işi 1977-ci ildə kino rejissor, aktyor Əbdül Mahmudbəyovun lentə aldığı Üzü Küləyə filmində Nərgiz. Şirevdən getdi filmində Şəfiqə müəllimə. Nerede yaşayacaklar? Bakmak istiyorsunuz? Əlbəttə istəyirəm. Gəl bir yerdə baxaq. Bak bu benim dostumdu. Oo, nə gözəldir. Bu ise Sevinç buxtasında Leyla, Qaynanada Sevda. Axı niyə elə deyirsən anacığım? Məyər təkcə evdir? Poliklinikada nə qədər işim var? Həkiməm axı. Həkiməm, matat, kesən. Görürəm bar dövlətin başından aç. Qəribə adamda Aytən, Üzeyir ömrü filmində Üzeyrin anası, Əlavə iz filmində Bağırova kimi maraqlı obrazlar yaratmışdır. Aktrisa 2015-ci ilin yanvar ayında ikinci dəfə insult keçirir və həmin ildə 2015-ci ilin avqustunda 65 yaşında dünyasını dəyişir və onu Zabrat qəsəbəsindəki məzarlıqda dəfn edirlər.
Mən hər dəfə bura gələndə aktrisamızın məzarını ziyarət edirəm. Buradakı mollalardan da soruşuram. Aktrisamızın məzarını demək olar ki, ziyarət eləyən yoxdur. Bu il iyun ayının 1-i aktrisanın 75 yaşı tamam oldu və onun məzarını yenə də heç kim ziyarət etmir. Amma Tanilya xanım Qaynana filmindəki Sevda obrazı ilə tamaşaçıların qəlbində əbədi iz buraxdı. Mən gəlmişkən də aktrisamızın məzarının ətrafını təmizləyəcəm, yuyacam. Bu havanın belə küləkli olmasına baxmayaraq, mən onu özümə borc bilirəm. Qızı da səhv etmirəmsə, hal-hazırda Avstraliyada yaşayır və onun məzarını demək olar ki, ziyarət etmir. Ona görə də məzarın ətrafı baxımsız vəziyyətdədir. Bu qədər unudulacağımı bilsəydim, aktrisa olmazdım. Bacardığım qədər aktrisamızın məzarının ətrafını yudum, təmizlədim. Bu il aktrisamızın anadan olmasından 75 il keçir. Bu qısa videonu da onun əziz xatirəsinə həsr edirəm. Allah Tanilya xanıma rəhmət eləsin, ruhu şad olsun. İnsanların qəlbində Sevda obrazı kimi əbədi olaraq qalacaq.